Meksikanın Çetumal şəhərindən Azərbaycana salam olsun. Deməli, izləyicilərimdən biri sual verir ki, salam, Azərbaycanın güclü pəhlivanından kimi tanıyırsınız? Fiziki güclü, sırf güc deyə bilərsən, çünki gündə biri çıxır. Orası mənə maraqlı deyil, qardaş. İstəyir gündə çıxsın biri, istəyir kölgədə çıxsın. Göbələk də elədir, gündə də çıxır, kölgədə də çıxır. Orası bizlik deyil. Mən Azərbaycanın sırf güc pəhlivanlarının, ən güclülərinin adını çəkəcəm və şəkillərini göstərəcəm ki, bilməyən qardaşlar da tanısın. Köhnələrdən deməli Nurəddin Beyləqanlı, Famil Pəhlivan, sonra gənclərdən Ayaz Xaçmazdandır, Sürət Usardandır, sonra Ceyhun Pəhlivan çox güclü qardaşdır, Qubadandır və yeni pəhlivanlarımız da var ki, həqiqətən də fiziki güclüdür. Zaza qardaşımız və Anar. İndi burada mənə deyəcəklər ki, filan pəhlivanın adını niyə çəkmədin, o birisinin adını niyə çəkmədin? O adını çəkmədiklərim gəlsinlər, bu Anar pəhlivan içlərində ən cılızı, ən arığı Anardır. O kimin ki Azərbaycanda adını çəkməmişəm ha, gəlsinlər Anar pəhlivanın tək əlində qaldırdığı çəkini qaldırsınlar, onların da adını çəkəcəm. Bu qədər. Sağ olun.